Ləzzətinə doymayacağınız ballı tort dadında qozlu ballı piroq resepti paylaşacağım. Yağ, şəkər, toz və balı qazana əlavə edib ocağa yerləşdirib arabir qarışdıraraq əriyənə qədər gözlədirəm. Limon suyunda həll etdiyim sodanı üzərinə əlavə edib ağarana qədər qarışdırıb soyması üçün hələlik kənara qoydum. İlıq şəkildə yumurtaları əlavə edib çırpıcı ilə qarışdırıb daha sonra quru ərzaqları tökürəm. Ələmiş unu töküb un tamamilə həll olana qədər qarışdırıb axıntı xəmir əldə etdikdən sonra üzərinə iri-iri doğradığım qozu da əlavə etdim. Xəmiri yağlı kağız sərdiyim soba lisinə əlavə edib əvvəlcədən qızdırdığım sobada alt-üst rejimdə bişirdim. Bişmə vaxtı sobanıza görə dəyişə bilər. Ortadan 2 hissəyə ayırıb yumşaqlığını sən göstərəndən sonra bişmiş qatılaşdırılmış südü arasına çəkdim. Zövqünə görə istənilən krem ilə də əvəz edə bilərsən. Növbəti qatı üzərinə yerləşdirib təkrar bişmiş qatılaşdırılmış süd çəkib son olaraq doğradığım qozdan səpdim. Bu qədər ləzzətli ballı piroqum hazırdır. Kəsərək sevdiklərinizlə nuş edə bilərsiniz. Amma ondan əvvəl videonu bəyənməyi, paylaşmağı, rəylərdə fikirlərinizi bildirməyi və dostlarınıza səhifəmi tövsiyə etməyi unutmayın. Mütləq yoxlamalısan. Əminəm ki, nəticə hər kəsin xoşuna gələcək. Dadanlara indidən nuş olsun.